İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim edir. Rəqəmsal Dialoq. Salam, hər vaxtınız xeyir olsun. Hörmətli dinləyicilər, Asan Radionun efirindən Rəqəmsal Dialoq verilişini eşidirsiniz. Aparıcı mənəm Alidə Mustafayeva. Proqram Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radionun birgə layihəsidir. Bizi izləmək imkanınız da var. Nazirliyin və radionun Facebook səhifəsində hal-hazırda canlı yayımdayıq. Suallarınızı oradan şərh bölməsinə yaza bilərsiniz. Daha sonra 012 56 56 100 şəhər nömrəmizə, 070 65 56 100 WhatsApp nömrəmizə də ünvanlaya bilərsiniz. Bugün mövzumuz onlayn Azərbaycan rəqəmsallaşmada yeni mərhələdir. Qonağımız SAS Telekom Məhdud Məsuliyyətli Cəmiyyətinin Müştərilərlə Əlaqələr Departamentinin rəhbəri Faiq Dadaşovdur. Faiq müəllim, salamlayıram, xoş gəlmisiniz. Axşamınız xeyir, çox sağ olun. Təşəkkür edirəm. Əslində mövzumuzu dinləyicilərin diqqətinə çatdırım ki, elə belə seçməmişik. Bugün onlayn Azərbaycan rəqəmsallaşmada yeni mərhələ adlı tədbir keçirildi və bir neçə ildir ki, davam edən onlayn Azərbaycan layihəsinə belə deyək, yekun vuruldu. Faiq müəllim, ilk olaraq istəyirəm elə bu layihədən danışasınız. Onlayn Azərbaycan layihəsi barədə məlumat verəsiniz. Buyurun. Mən də salamlayıram dinləyicilərimizi. Bugünkü tarixdə onlayn Azərbaycan layihəsinin nəhayət ki, mega layihənin yekun hesabat tədbiri keçirildi. Hesabat tədbiri zamanı ümumiyyətlə layihənin məqsədləri və bu son 3 il ərzində görülmüş işlərlə bağlı ətraflı geniş məruzələr olundu. Əlbəttə ki, media nümayəndələri də iştirak edirdilər və ətraflı şəkildə layihənin keçdiyi dövrdə baş verən çətinliklər və onların öhdəsindən necə gəlinib və nəhayət nə əldə olunub, bu bütün məlumatlar əlbəttə ki, bölüşüldü. Tədbirdə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinginin icraçı direktoru Şahin müəllim Babayev iştirak edirdi. Həmçinin AS Telekom MMC-nin baş direktor vəzifəsini icra edən Həsən Ömərov oradaydı və Beynəlxalq Telekommunikasiya İttifaqının regional direktoru Natalya Moçu həmçinin tədbir iştirakçılarından biri idi. Müxtəlif ekspertlər var idi açığı. Maraqlı idi. Ümumiyyətlə mən sizinlə birgə artıq bir müddət öncə də iştirak etmişdim. Əvvəlki verilişlərdə iştirak etmişdim və ənənəvi olaraq verilən sualların cavabları adətən sonluq olaraq planlaşdırılır, görüləcək, ediləcək kimi feillərdən istifadə edərək bildirilirdi. Artıq bitmiş zamanda deyə bilərik. Artıq bitmiş zamanda çox fəxr hissinlə deyə bilərəm ki, biz son 3 il ərzində qarşımıza qoyduğumuz bütün məqsədlərə çatmışıq. Artıq Azərbaycanda biz başladığımız zaman 21-ci ildə cəmi 230 min ev təsərrüfatı və biznes subyektinin yüksək sürətli internetə çıxışı var idi. 3 il ərzində görülən işlər nəticəsində bu rəqəm artıq 3 milyona yaxınlaşdı. 2 milyon 900, demək olar ki 3 milyon ev təsərrüfatı və biznes subyektinin geniş zolaqlı və sürətli internetə çıxışı təmin olunub artıq. Əlbəttə ki, internetin sürətindən də təsirsiz ötüşməyib. Çünki 21-ci ildə ölkə üzrə ortalama internetin sürəti 17 megabit saniyə idi. Hal-hazırda 3 ildən sonra orta sürət 66 megabit saniyəni keçib. AS Telekomun göstəricilərinə gəlsək isə bu nəticə 97%-in üzərindədir. Aydın, elə buradan media nümayəndələrinə də təşəkkür edirik. Onlayn Azərbaycan artıq bir brendə çevrildi bu bir neçə il ərzində. Onlar da dəstək oldular, işıqlandırdılar. Faiq müəllim, bəs beynəlxalq təşkilatlar tərəfindən necə qarşılandı bu layihə? Ümumilikdə bu istiqamətdə atılan addımlar, telekommunikasiya xidmətlərinin optimallaşdırılması, təkmilləşdirilməsi istiqamətində atılan addımlar. Səhv etmirəmsə bu yaxınlarda mükafata layiq görüldünüz. Bəli, əslində fərəhləndirici bir haldır. Çünki Azərbaycanımızı orada təmsil etmək də nəsib oldu bizim əməkdaşlara da. Mart ayının 5-də dünyada hər il keçirilən bir böyük nüfuzlu mobil texnologiyalar sərgisi Mobile World Congress çərçivəsində Barselonada AS Telekom MMC ölkədə ən sürətli internet sabit şəbəkə mükafatına layiq görülüb. Bu mükafat internet sürət testi və təhlili üzrə qlobal lider olan Ookla şirkəti tərəfindən şirkətin əməkdaşlarına təqdim olunub. Aydındır. Hər zaman tez-tez onlar internet sürəti ilə bağlı açıqlamalar verirdi. Təbrik edirəm bir daha. AS Telekom bəs bu uğura qədər, bura qədər hansı mərhələlərdən keçib? Bugünkü görüş zamanı fasilələrdə bəzi ünsiyyətlərimiz olurdu. Maraqlı bir ünsiyyətimiz oldu bugün. Bəli, dialoqumuz oldu elə İlqar bəylə. Asan Radionun əməkdaşı İlqar bəylə. Bəli. İnternetin keçdiyi dövrü mən bir
30 il geriyə qayıtdım və İlqar bəyə bizim yaşadığımız dövrdə, çünki Sovetlər dönəmi, ondan sonraki dövr və ondan sonraki ADSL-dan da qabaqki dial-up vaxtına qaytardım ki, yəni telefon xətti üzərindən dial-up texnologiyasından internetə çıxışını necə təmin edirdik və bir saytın açılması, saytın adını yazaraq enter basdıqdan sonra quduq səsi gəlir. Quduq səsi. Bəli, uzun bir zoomer gəlirdi və o zoomer bağlantının yaranmasını bildirirdi. Bəzi hallarda heç nömrə ilə, vahid nömrə ilə bağlantı qurula bilmirdi, çünki birdən-birə istifadəçilərin sayı artınca mümkün olmurdu. Hətta indi internetin sürətinə gəldikdə İlqar bəy onu izah edirdim ki, bir saytın yazılaraq adının enter düyməsinə bastığımızda saytın həmin səhifəsinin açılması belə deyək də fincanı götürüb gedib çayımızı süzüb qaydana qədər heç baş tutmurdu. Yəni bu qədər gecikməklə gedirdi. Düzdür, o vaxtlar üçün bu bir wow idi. Bizim üçün həsrətlə gözləyirdik ki, açılsın falan. Onda bugün sürətli inkişaf deyə bilərik buna. Ondan sonraki artıq ADSL texnologiyası gəldi. Haçan nə vaxt ki mis xətlərinin üzərindən, adi telefon xətlərinin üzərindən artıq texnologiya, yeni avadanlıqlar gəldi və avadanlığın üzərindən internetin ötürülməsi təmin edilə bildi. Yəni o xəttin üzərindən ötürülə bilən internetin sürəti maksimum 10 megabit saniyəyə çatırdı. Yəni bundan daha sürətli internet vermək mümkün deyildi. Burada həm məsafə də çox böyük rol oynayır. Çünki vətəndaşın evinin mərkəzi ana stansiyadan uzaqlığı və kilometrlərlə xətlərin uzanması əlbəttə ki, bu çox pis təsir göstərdi. Artıq optik dövrə gəlib çatmışıq. Optikləşmə başladığımız zaman əlbəttə ki, bir sıra insanlar var idi ki, onsuz da mümkün deyil bunu 2 il, 3 il ərzində qısa müddət ərzində icra etmək. Bəli, çox pessimist yanaşırdılar, mümkün deyil, inanmırıq, dəfələrlə bu cəhdlər olub, heç bir şey də eləyə bilməyəcəksiniz. Belə hətta dostlarımızın arasında da belə bir zarafatlar olurdu. Əlbəttə ki, dedim ki, 3 ilin sonunda nəticələrə baxdıqdan sonra bunu demək olar və 3 il bitdi. Həminki adamların adından mən sizi təbrik edirəm. Çox sağ olun, təşəkkür edirəm. Hörmətli dinləyicilər, xatırladım ki, Asan Radio efirindən rəqəmsal dialoq verilişini eşidirsiniz. Aparıcı mənəm Alidə Mustafayeva. Bugün onlayn Azərbaycan rəqəmsallaşmada yeni mərhələdir mövzusu ətrafında danışırıq. Qonağımız SAS Telekom Məhdud Məsuliyyətli Cəmiyyətinin Müştərilərlə Əlaqələr Departamentinin rəhbəri Faiq Dadaşovdur. Qısa fasiləyə ayrılırıq. Səyyar Asan Xidmət. Vətəndaşlar sifarişli səyyar xidmətdən istifadə etmək üçün hansı qaydada sifariş etməlidirlər? Vətəndaşlar 108 çağrı mərkəzinə zəng edərək daxili nömrə 3 seçməklə əlaqə saxlaya bilərlər. 3w.asan.gov.az internet saytının xidməti sifariş et bölməsinə daxil olaraq səyyar xidmət sifariş formasını doldurmaqla, mərkəzə birbaşa müraciət edərək müvafiq formanı doldurmaqla səyyar xidmət sifariş edə bilərlər. Səyyar Asan Xidmət. Omid mağazalarında möhtəşəm endirimlər. Miyakida usta çantası və alət dəsti indi 79 manat 50 qəpik deyil, 57 manat. Damafon 147 manata deyil, cəmi 119 manata. Omid, xeyirli alışverişlər. Telefon 890. Asan Radioda reklam. Neotek kabelləri 99,9% saf misdən olduğu üçün yüksək ötürücülük xüsusiyyətinə malikdir. Mis tellərin sayı, diametri, plastik qalınlığı və sıxlığı, polietilen dolğu AZS və Avropa standartlarına uyğun dəyərdədir. Yüksək keyfiyyət, sərfəli qiymət. Neotek, gücümüz, gücünüzdür. Digər bankdakı krediti ABB-yə gətirin. 7%-ədək güzəşt qazanın. Mövcud kreditlərinizi ABB-dən aldığınız kreditlə bağlayaraq 5%-ədək güzəşt əldə edə bilərsiniz. Əlavə olaraq son 90 gündə ABB-də kreditiniz yoxdursa, əlavə 2% də endirim olacaq. Tələsin. Kampaniya 31 marta qədərdir. Ətraflı 937. Avantdan Şərifzadədə yeni premium layihə. Müasir memarlıq üslubunda Avant Nova. Yalnız indi cəmi 23.500 manat ilkin ödəniş edərək siz də White Box 2 otaq studiya mənzilə sahib olun. Yaşıllıqlar əhatəsində idman meydançaları, üzgüçülük hovuzu, fitness spa mərkəzi, ipoteka və ya faizsiz hissə ödəmə imkanı ilə mənzil əldə etmək şansını qaçırmayın. Avant Nova yeniliklərlə dolu gələcək. Əlaqə Ulduz 0241.
Xoşbəxtlik Abşerondadır. 8 marta özəl fabrik qiymətləri ilə hədiyyəlik, tekstil, parfümeriya, qab-qacaq, gül-çiçək xanımları sevindirəcək. Abşeron Ticarət Mərkəzi. Xanımlar üçün hər şey. Ünvan Lökbatan dairəsinin yanı. ABB Azal Miles kartı artıq istifadənizdə. Bu kartla ödənişləri millərə, milləri pulsuz təyyarə biletlərinə çevirin. Üstəlik, səyahətləriniz zamanı ödənişsiz transfer, sürətli keçid, lounge zallara giriş, roaming, otel-restoran endirimləri, səyahət sığortası və başqa fürsətlərdən yararlanın. Elə indi sifariş edin. Ətraflı 937. O həm təmirdə, həm də alış-verişdə usta olduğuna görə səbəti dolu, qənaəti boldur. Abşeronla alış-veriş səbəti sevinç doludur. Abşeron Ticarət Mərkəzi. Xoşbəxtliyin üçün hər şey. Ünvan Lökbatan dairəsinin yanı. Şəhərin mərkəzində premium layihə Triumph Palace 28 may metrosunun yanında hazır və prestijli bir bina. Müasir arxitektura, yüksək komfort və fitness zalları ilə kompleks bu ilin sonuna tam hazır vəziyyətdə təhvil veriləcək. Mənzillər və qeyri-yaşayış məhdud saydadır. Telefon 050 200 05 15. Asan Radyo'da reklam 050 60 06 100. Sibris Real Estate təqdim edir. Hansı daha sərfəlidir? İlkin təmirə malik və ya tam təmirli mənzili almaq? Qismən və ya tam təmirli mənzil arasında seçim sizin təmirə ayıracağınız büdcə, həmçinin bu sahədə təcrübənizdən asılıdır. Məsələn, zövqünüzə uyğun interyer yaratmaq istəyirsinizsə və təmirlə bağlı təcrübəniz varsa, sıfır təmirli mənzil daha uyğun ola bilər. Ancaq vaxtınız və təcrübəniz azdırsa, hazır mənzil sizi rahat yaşayışla daha tez təmin edəcək. Sibris Real Estate təqdim etdi. Sponsor məlumatı. Sibrizdə mənzil sahibi olmaq həm asan, həm də sərfəlidir. Hissəli ödəniş fürsəti ilə dəniz sahilində mənzil arzunuz daha əlçatan oldu. Sibrizdə daşınmaz əmlakınızı icarəyə verməklə isə illik 8%-dən başlayan gəlir əldə edəcəksiniz. Siz də bu imkanı dəyərləndirin və elə indi 840-a zəng edin. Diabet xalq arasında şəkər deyirlər. Adı şirin olsa da, dadı çox acıdır. Statistikaya əsasən hər bir şəxs orta hesabla ildə 90 dəfə avtomobilini yanacaqla doldurur, 45 dəfə yuduzdurur, 8 dəfə ustaya aparır. Amma bir dəfə də öz şəkərini yoxlamır. Elə indi ən yaxın klinikaya dön, fərqində ol. Erkən müayinə can qurtarır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi. Qəbuldasan verilişinin qonağı Milli Arxiv İdarəsinin rəis müavini Həsən Həsənovdur. Milli Arxiv İdarəsində saxlanılan sənədlər hansı illəri əhatə edir? Saxlanılan sənədlər ümumən 300 illik bir tarixi dövrü əhatə edir. Saxlanılan ən qədim sənəd hansıdır? İlk qədim sənəd 1710-cu ildə Quba xanı Əhməd xan tərəfindən Qudat kənd icmasına kollektiv verginin tətbiqi ilə bağlı verilmiş sənəddir. Azərbaycan mədəniyyətinin müxtəlif sahələrini əhatə edən qiymətli sənədlər, səs yazıları, kino, foto sənədlər mühafizə edilir. Kürəkçay sülh müqaviləsidir, Türkmənçay sülh müqaviləsi surətləri, ondan sonra Gülüstan sülh müqaviləsinin surətləri bizim arxivlərimizdə saxlanılır. Görkəmli neft sənayeçiləri, milyonçuları ilə bağlı, onların xeyriyyəçilik fəaliyyəti ilə bağlı olan qiymətli sənədlər var. Rəşid Behbudovun atası Məcid Behbudovun səs yazısı da mövcuddur. Onların qorunub saxlanması üçün Milli Arxiv İdarəsində hansı işlər görülür? Kağız əsaslı sənədlər üçün bu 18-20 dərəcə Selsi tələb olunur. O cümlədən rütubət 50-55 Selsi olması tələb olunur. Günəş şüalarının düşməməsi tələb olunur. Nəmişliyin olmaması tələb olunur. Arxiv dövlətin əsas atributlardan biridir və zəruri məlumatların qorunduğu bir xəzinədir. Müsahibəni martın 13-ü saat 18:05-də Asan TV-nin sosial media səhifələrində izləyə və Asan Radioda dinləyə bilərsiniz. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim edir. Rəqəmsal Dialoq.
Bir daha salamlayıram hər birinizi. Asan Radio nefrindən rəqəmsal dialoq verilişini eşidirsiniz. Aparıcı mənəm Alidə Mustafayeva. Veriliş Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radionun birgə layihəsidir. Bizi izləmə imkanınız da var. Oradan suallarınızı şərh bölümünə yaza bilərsiniz. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həmçinin Asan Radionun Facebook səhifələrindən söhbət gedir. 012 56 56 100 şəhər nömrəmizə, 070 65 56 100 WhatsApp nömrəmizə də suallarınızı ünvanlaya bilərsiniz. Bugün biz Onlayn Azərbaycan rəqəmsallaşmada yeni mərhələdən danışırıq. Bugün başlayan böyük bir tədbirimizin adı idi. Qonağımız SAS Telekom Məhdud Məsuliyyətli Cəmiyyətinin Müştərilərlə Əlaqələr Departamentinin direktoru Faiq Dadaşovdur. Faiq müəllim, siz kifayət qədər məlumat verdiniz layihədən, bugünkü tədbirdən. İstərdim ki, ADSL avadanlığının GPON texnologiyasına keçidindən danışasınız. Bunu zəruri edən nə idi? Dinləyicilərimiz bilsin. Fasilədən öncə internetin tarixindən biraz danışdıq ki, hardan hara gəlmişik. Yəni dial-up texnologiyası, ondan sonra ADSL gəldi, ondan sonra artıq GPON-a və yüksək sürətli optik xətlərə keçdik. ADSL texnologiyası nədir? Bizim bildiyimiz, həmişə hamının tanıdığı ev telefonları üzərindən, həmişə evdə mövcud olan ev telefonlarının üzərindən və onun ev telefonu işləyən mis xətlərin üzərindən verilən eyni xətt üzərindən internetdir. Bəli, həm telefon xidmətləri, həm internet xidmətləri də eyni xətt üzərindən verilirdi. Onda səhv etmirəmsə, telefon olmasa internet almaq mümkün deyil. Bəli. Telefon nömrəsinin olması vacib idi ki, onun üzərindən internet xidmətini də verəsiniz. Bəs bugün necədir? Bugün artıq optikləşib. Qeyd etdiyim kimi Onlayn Azərbaycan layihəsi artıq bitib. Ölkənin 99% artıq optikləşib. Bu əsas operatoru SAS Telekom olan Onlayn Azərbaycan layihəsinin digər iştirakçılarının da dəstəyi ilə tamamilə ölkə ərazisi artıq optik xətlərinə, ucqar dağ kəndlərinə qədər gedib artıq çıxmışıq. Ola bilər bəzi hissələrdə hələ də işlər az-az davam eləyir, amma böyük əksəriyyət yerlərdə artıq bitib. Optik sürət uzaq məsafələrə daha sürətli, dayanıqlı internetin verilməsini təmin edir. Əlbəttə ki, sürətlər heç belə müqayisə olunacaq dərəcədə deyil, çünki ADSL texnologiyasından mis xətlərin üzərindən maksimum ötürə biləcəyimiz sürət olurdu 10 megabit saniyə. Optik xəttin üzərindən 1 gigabitə qədər hətta sürət ötürmək olur bu dəqiqə. Yəni sürət yüz dəfələrlə çoxdur. Aydındır. Nəzərə alsaq ki, siz Müştərilərlə Əlaqələr Departamentinin rəhbərisiniz. Mən istəyirəm biraz sualları daha konkretləşdirək. Bəs müştəri məmnuniyyəti istiqamətində tərəfinizdən hansı addımlar atılır bugün? Onlayn Azərbaycan layihəsinin özü elə bir növ müştəri məmnuniyyətinin təmin olunması üçün atılan addımlardan biri idi. Çünki qeyd etdiyim kimi ADSL texnologiyası ilə çalışan köhnə xətlərin üzərindən ötürülən internetin ümumiyyətlə dayanıqlığı, ümumiyyətlə sürəti çox aşağı səviyyədə olduğu üçün, bəli, şikayətlərin sayı həddən artıq çox idi. Xətlər qırılan zaman onların birləşdirilməsi, artıq calaqların sayı çox idi. Yəni get-gedə internetin sürəti daha da azalırdı. Keyfiyyət düşürdü. Əlbəttə ki, bu optikləşmənin özü ən çox elə müştəri xidmətləri sahəsində çalışan tərəflər hiss eləyir ki, əvvəl nə idi, indi nədir? 3 il bundan öncəki bizə gələn müraciətlərin məzmunu ilə əlbəttə indi gələn müraciətlərin məzmununda yerlə göy qədər fərq var. Çünki insanlar onda şikayətlənirdi, indi artıq digər məsələlərlə də maraqlanırlar. Bəli, əlbəttə ki, kəsilmə ola bilər, hardasa xəttin qırılması baş verə bilər, amma əvvəlki kimi kütləvilik xarakteri artıq yoxdur. İndividual şəraitdə olur, olanda da bərpa olunur tərəfimizdən əməkdaşların sayəsində. Ümumiyyətlə abonentlər zəng edir çağrı mərkəzinə. Qeyd edeyim, SAS Telekomun çağrı mərkəzi 170 qısa nömrəsidir. Bəs bu çətinliklə bağlı müraciət etdikdə məlumatlar necə emal olunur? Çətinliyin aradan qaldırılmasına necə köməklik göstərirsiniz? Fürsətdən istifadə edərək elə bizi dinləyən vətəndaşlarımıza və abunəçilərimizə bildirmək istərdim ki, heç yerə getməyə ehtiyac yoxdur. Hər hansı bir çətinliklə qarşılaşdıqları zaman mütləq olaraq bizim 24 saat fəaliyyət göstərən 170 çağrı mərkəzinə zəng vursunlar. Operatorlar vətəndaşın sualını dinləyir. Əgər yerində həll edilə bilirsə, müəyyən mərhələli şəklində, məsələn deyim də, operator müəyyən suallar verir problemin təyin etmək üçün ki, modemin üzərində hal-hazırda neçə işıq yanır, internet işığı yanırmı, yanmırmı və yaxud restart etmisinizmi, yoxsa yox. Yəni bu nə üçün lazımdır?
problemin nədən İlkin yardım qaynaqlandığını kimi. ilkin yardım kimi bəli. Aha. Yox, əgər həll edə bilmirsə, artıq bu elektron platforma üzərindən qeydiyyata alınır. Anında bizim müvafiq bölgəyə ötürülür. Vətəndaşa SMS xəbərdarlığı gedir, onun müraciətinin qeydə alınması barədə. Aha. Bəli, artıq iş saatlarıdırsa, əlbəttə ki, əməkdaşlar iş saatlarında həmin müraciəti onlayn şəkildə görür. Gördüyü zaman həmin ünvana əməkdaş göndərilir. Tələb olunursa ünvana getmək. Yerində həll olunduqdan sonra artıq geri dönürlər və həll olunmasını bildirirlər. Elektron platforma üzərindən, yəni insan faktorunu demək olar ki, aradan qaldırmışıq. Və sonunda regional mərkəzlərimizin müştəri xidmətləri əməkdaşları tərəfindən daha bir yoxlama üçün vətəndaşa zəng edilir və problemin həll olunub-olunmaması dəqiqləşdirilir, təsdiqin alınır və bundan sonra həmin açılmış naryad bağlanılır və vətəndaşa bir daha SMS yollanılır ki, sizin sorğunuz artıq həll olundu. Yəni bu bizim abonent məmnuniyyətini əldə etmək üçün, vətəndaşların inamını artırmaq üçün və bizə inanmaları üçün kifayət qədər atılmış addımlar idi tərəfimizdən. Yəqin ki, siz tərəfinizdən keyfiyyət ölçülür, ona da danışacaqsınız. Bir də ki, vətəndaşlar çağrı mərkəzinə zəng edirlər, çox növbə gözlədiyini deyirlər. İndi təbii ki, bu onlayn Azərbaycan layihəsi başa çatdı. Bundan sonra yəqin ki, kifayət qədər azalma müşahidə olunub və olunacaq. Amma indiyə kimi olanlardan, yəni buna bağlı məlumat verə bilərsinizmi? Çətinlik nədən qaynaqlanır? Yəni o çağrı mərkəzində gözləmə ilə bağlı olan çətinlik. Mən indi sizə bir statistik məlumatları desəm, artıq rəqəmlər öz sözünü demiş olacaq. Çünki əvvəlki vaxtlarda 3 il bundan öncə bizə daxil olan zənglərin ümumi sayı il ərzində hardasa 1 milyon idi. İl ərzində. 1 milyona çatırdı, belə deyim. Heç 1 milyona çatmamışdı. Cipon və optikləşmə bizim onlayn Azərbaycan layihəsi başlayandan sonra artıq bu il rekordu vurduq. 2024-cü ildə nə qədər oldu? 2 milyon 450 minə yaxın zəng emal etmişik. 2 milyon 450 min. Zəngin çoxalması bu müsbətdir. Müsbətdir. Çünki insanlar tikintiləri görürdü. İnsanlar nə vaxt qoşulmaq mümkün olacaq maraqlanırdılar. Artıq bazarda bir aktivlik var idi. Çox böyük aktivlik var idi. Əlbəttə ki, bu böyük rezonans yaratmışdı bizim özümüzdə də. Bəs komanda necə əvvəlkinlə indiki müqayisədə sayı baxımından artıq? Bəli, komanda əlbəttə ki, başladığımız anda zənglərin sayına uyğun olaraq tənzimlənirdi ki, nə qədər əməkdaş cəlb olunmalıdır. Əməkdaşların sayını 4 dəfə artırmışdıq. 24 saat işləməyimiz nəzərə alınaraq artırmışdıq. Məsələn, deyim sizə, 3 il bundan qabaq, hətta 2 il yarım götürək də, son 2 ili götürək. Vətəndaşlar zəng vuran zaman xəttə gözləmə müddəti ortalamanı deyirəm, ən az 3 dəqiqə çəkirdi. Ki, operatora çatmaq üçün. Çünki kütləvilik var idi və ADSL ilə bağlı olunan zənglər zamanı danışığın müddətinin uzanması da bu normaldır. Çünki həmin texnologiyada artıq məsafədən avadanlığın parametrlərinə müdaxilə olunurdu, tərəfimizdən dəyişməyə çalışırdıq və bu zəng uzanırdı, danışıq uzanırdı. Ona görə gözləmə uzanırdı. 3 dəqiqədən hal-hazırdakı gözləməmiz Aztelekomda 15 saniyədir. Hətta ortalama 15 saniyə. Əlbəttə ki, buna bir sıra amillər ola bilər. Məsələn, bəzi vətəndaşlar deyə bilər ki, yox elə deyil, mən zəng vuranda növbədə 20-ci, 30-cu, 50-ci olmuşam. Bəli, ola bilər. Bu bəzi hallarda olur. Nə vaxt ki, magistral xətlərdə baş verən qəzalar, hər hansı bir tikinti şirkətlərinin və yaxud ekskavatorların işləməsi və yaxud bilməyərək bir işlərin görülməsi nəticəsində bəli, magistral xətlərə böyük zədə vurulur. Həmin təsəvvür edin ki, optik xətlərlə ötürülən magistral xətlər qırılanda nə baş verir? Böyük bir ərazilər artıq internetsiz qalır. Bu səbəbdən artıq vətəndaşlar, abunəçilərimiz zəng etməyə başlayır və kütləvi xarakteri daşıdığı üçün ki, böyük bir ərazi kəsilib 5.000, 10.000 və yaxud 50.000 müştərimiz internetsiz qalıb. Bu zaman əlbəttə ki, növbənin artması mümkündür. Amma digər hallarda tək çağrı mərkəzi yox. Bu hallar yəqin təbii fəlakət falan və s. Bəli, qəzalar zamanı olur ancaq. Yəni adi günlərdə elə bir şey yoxdur. İstənilən zaman yoxlaya bilərlər. Özləri də səhər, günorta, axşam zəng vurub baxa bilərlər. Əlbəttə ki, tərəfimizdə müdaxilələr olunur. Anında biz görürük, həmən hardasa qəza baş verəndə görürük. Bizim operativ qruplar məlumatı bizə də ötürür. Nə vaxt həll olunacağı da artıq bilirik təxminən. Yəni əməkdaşlar
əllərindən gələni edirlər ki, əlbəttə ki, bizim abunəçilərini internetsiz qoymasınlar. Fərqi müəllim, çağrı mərkəzinin rəhbərisiz. Çağrı mərkəzinə daxil olan sorğular ən çox hansı istiqamətdə olur? İnternetin sürətinin zəifliyi ilə bağlı, yoxsa digər yəqin ki, o sürət zəifliyi artıq aradan qalxıb, o da? Sürət zəifliyi, bəli, tamamilə aradan qaldırılıb. Ən çox yaşadığımız, biraz belə bizə təəccüblü gələn məsələlərdən biri də odur ki, qoşulan müştərilərimiz adətən internetin dövrü 30 gün olur da, belə deyək. Bakı üzrə qoşulan müştərilərimiz hər ayın birindən birinədir. Regionlarda qoşulan müştərilərimizdə isə qoşulduğu tarix gündən 30 gün hesablanmaqla intervalında hesablanır. Hələ də fərqli olur. Və hamı öz gününü bilir ki, hansı gündə bunu artıq ödəmək lazımdır. Ödəmədikdə mənim xidmətim dayandırılacaq. Bunu bilərək vətəndaşlar yenə zəng vurur ki, mənim internetim çalışmır. Operator yoxladığı zaman əlbəttə ki, geri dönür. Borcun olduğu barədə məlumat verir ki, borc ödəyin açılacaq və bu cür müraciətlər çox olur və yaxud da ödənişlərin təyinatını düzgün seçmirlər. Bu məhz ödəniş günlərində baş verir. Kütləvi ödənişlər zamanı tələsərək abonentlərimiz müxtəlif ödəniş terminallarından və yaxud saytlardan ödəniş edən zaman ödənişin təyinatını internet əvəzinə telefon abunə haqqı, şəhərlər arası danışıq haqqı, siz yəqin həmin günə gücləndirilmiş rejimdə işləyirsiniz. Bəli, həmin müraciətlər çox gəlir ki, mən səhv ödəmişəm, onu xahiş edirəm, keçirdim mənim digər hesabıma. Əlbəttə bu vaxt alır. Bu 3 iş gün ərzində icra olunduğuna görə ən azından vətəndaşa söyləyirik ki, internetin çalışması üçün yenidən ödəniş edin. Biz sizin vəsaitinizi gələn ayın hesabına, bəli, gələn ay üçün keçirdərik. Bax budur. Çağrı mərkəzindən başqa Alidə xanım, həmçinin onu demək istərdim ki, gözləmə çox olan zamanlarda heç gözləmə ehtiyac yoxdur. Bizim sosial şəbəkələrimiz var. Facebook, Instagram səhifələrimizdən bizə yaza bilərlər. Həmçinin saytımızın üzərində onlayn chat açmışıq. Artıq kifayət qədər, bəli, oradan sorğu göndərib yazışmayla danışa bilərlər bizimlə. Yəni hər bir halda müxtəlif kanallarımız var. Bəzən Wi-Fi dalğasının da zəif olmasından şikayətçi olur abunəçilər. Bəs bu nə ilə bağlıdır? Hər bir avadanlığın özünə məxsus bir işləmə funksiyası var da, belə deyək. Modem cihazı özü də bir avadanlıqdır və bunun istehsalçı tərəfindən qoyulan müəyyən parametrləri var, hansını ki, onu biz nə heç kim dəyişə bilməz. Texnologiyanın tələbi belədir. Bəli, müxtəlif markalar var. İndi abunəçilərimiz yaxşı bilirlər, köhnədən adlarını çəkməyim. Bir sürü modemlər, cihazlar var və hər cihazın da müəyyən radiusda dalğaların ötürmə qabiliyyəti var. Məsələn, özləri də abonentlər bunu məsələn modemdən biraz məsafəyə aralandıqdan dalğa səviyyəsinin nə qədər aşağı düşdüyünü izləyə bilərlər əslində telefonda və görəcəklər ki, 10 metr aralığında artıq 15 metrədə, 20 metrədə artıq bu məsələlər ortaya çıxır. Çünki dalğa zəifdir, bəli. Tikililərdən çox şey asılıdır, evin otaqlarının yerləşməsindən çox şey asılıdır, ara kəsmələrin qalınlığından çox şey asılıdır. Köhnə bina evlər var, maşallah, ara kəsmələr 1 metrə qalınlığındadır. Yəni dalğaların bu məsafəni keçərək digər otaqlara ötürülməsi məsələsi düşür. Yəni bunun rahat əslində çıxış yolları var. Belə ki, gücləndirici cihazlar var hal-hazırda. Baha da deyil. Onlardan alaraq əgər 2 mərtəbəli evi varsa, 3 mərtəbəli evi varsa və yaxud həyət sayanı sahəsi böyüdürsə və həyətdə də həmin internetdən istifadə etmək istəyirlərsə, artıq gücləndiricilər lazımdır. Bu mütləqdir. Dünyanın harasına gedirsiniz, gedin, eyni məsələlər, eyni çətinliklər var və insanlar da bunu gücləndirici cihazlar vasitəsilə şəbəkəni genişləndirməklə icra edirlər. Bəs bir həyətdə 2 ev varsa, eyni şəxsə məxsusdursa, o istifadə edə bilər routerla digər evdə? Əlbəttə ki, gücləndirici qoyan kimi avtomatik olaraq... Yəni qeydiyyat bir ünvandırsa, həmin ünvanda routerla eyni interneti istifadə etmək olar. Bəli. Gücləndirici cihaz nə edir? Ana modemdəki dalğanı götürür, gücləndirir, yenə növbəti əraziyə ötürür. Yəni içəridə bir kiçik bir şəbəkə yaradırsan artıq özün üçün ki, hər yerə gedəndə bu dalğa tutsun. Və insanlar bəzən sürətin ölçülməsini də düzgün etmirlər və irad bildirirlər ki, 100 megabitlik sürətə qoşulmuşam, məndə 40 göstərir. Bəs niyə? Onu da zəhmət olsa izah edərsiniz. Modemlərin həm ötürmə radiusundan başqa digər özəllikləri də var. Modem son modellərdən gedir söhbət. Son 2 ildə quraşdırdığımız bütün modemlərin hamısı 2 bənd radio tezlikdə dalğa ötürmə qabiliyyətinə malikdir. Belə ki, 2.4 GHz, bir də 5 GHz tezliyində dalğa ötürür.
bunu necə görmək olur? Adi mobil telefonda Wi-Fi-yə biz düyməsini basan zaman bir axtarış menüsü çıxır və axtarış menüsündə modemlərin adları çıxır. Və həmin adda artıq eyni modemin adı ilə 2 dalğa tezliyini görəcəklər. Biri 2.4-dür, digəri 5. Yanında 5 yazılan daha sürətlidir. Əlbəttə ki, bunları speed test edərək hər ikisinə qoşulmaqla görə bilərlər. Amma o əhatə dairəsi 5-də səhv etməmirəmsə azdır. Bəli, 5 GHz daha az məsafəyə ötürür, amma daha sürətli, daha dayanıqlıdır. 2.4 GHz daha uzağa ötürə bilir və qarşısındakı maneələri keçə bilir. Amma o 5-in verdiyi qədər sürətdə vermir. Bunu yoxlamaq olar rahatlıqla. Vətəndaşlarımız da yoxlaya bilər. Baxın, zəiflik də buradan başlayır. Məsələn, modemdən 10 metr aralıda oturaraq speed test etdikdə əlbəttə ki 100 megabit ala bilməyəcəklər. Ən gözəl yoxlanış üsulu nədir? Notebook varsa evdə, kabel vasitəsilə modemə taxsınlar, speed test edib görəcəklər ki, girişdə modemdən çıxışında Wi-Fi dalğasız nəzərdə tuturam. 100 megabit, hətta biraz da artıq orada var. Fərqən bir dənə də şəxsi sualım olacaq. Qırılmalar olur. Yəni keçid arasında tutaq ki, dediniz 2.4-dən 5-ə. Əgər telefonla danışa-danışa hərəkətdə olursansa, 2.4-ün ərazisindən 5-ə, digərindən bu birisinə keçəndə orada yəni gecikmələr olur, belə deyək. Bu nə ilə bağlıdır? Onu biz evdə necə edə bilərik ki, o hal yaşanmasın? Fikrimi izah edə bildim? Bəli, qeyd etdiyim kimi, yəni o nə baş verir? Dalğa uzunluğu yenə ortaya düşür. 5 GHz tezliyi daha, məsələn deyim. Yəni o keçid biraz vaxt alır. 5 GHz 10 metrəyə qədər ötürdü, tutaq ki. 2.4 20 metrəyə qədər ötürmə qabiliyyəti var. Siz gəzərək 5 metrə radiusu keçdikdən sonra artıq cihazınız həmin dalğanın siqnalını almamağa başlayır. Yenisinə qoşulur. Axtarış verir, avtomatik özü digər, əgər tanıdılıbsa cihazda 2.4 tezliyidir, avtomatik olaraq ona qoşulur. Bu keçid zamanı bu da baş verir. Hətta bir neçə saniyə gecikmə. Modemləri qoyaq kənara, mobil telefonları götürək. Bir çox abonentimiz, vətəndaşımız indi deyəcək ki, bəli düz deyir. Rayona gedəndə danışa-danışa gedirik. Dalğanı tapaq. Bəli, bir rayonun ərazisindən digərinə keçirsin və yaxud orada da mobil operatorların özlərinin baza stansiyaları var. Hansı ki ötürülmə dalğaların, stansiyaların sərhədi var. Həmin sərhədlər keçildiyi anda mütləq olaraq o kəsintini hiss etmək olur. Bəzən məsələn 4G şəbəkəsinin olan yerdən avtomatik 3G və yaxud 2G-yə keçirsə, orada da həmin şeylər baş verə bilir. Yəni bunlar kiçik texniki özəlliklərdir, hansını ki açıq internet resurslarında var kifayət qədər məlumat. Biraz maariflənsələr, biraz bu barədə ətraflı məlumat alsalar daha yaxşı olar əlbəttə ki. Biz də əlimizdən gələni edirik və bununla bağlı bizim kiçik bir video roliklərimiz var. Dalğaların fərqi, nə etmək lazımdır, necə yoxlamaq lazımdır. Facebook səhifəmizdə də bunu yerləşdirmişdik və bəzi yerlərdə də görə bilərlər bunu. Abunəçilər qarşılaşdıqları çətinliklərlə bağlı, sual və təklifləri ilə bağlı siz qeyd etdiniz ki, çağrı mərkəzinə zəng edə bilərlər. Bəs yeni xidmətlərə qoşulmaq üçün bugün artıq elan olundu ki, bütün ölkə ərazisi əhatə olundu Onlayn Azərbaycan layihəsi çərçivəsində. Bəs əgər kimsə indi yeni xidmətə qoşulmaq istəyirsə və onun ərazisində Aztelekom fəaliyyət göstərirsə, bu kimi sualları hansı kanallar vasitəsilə cavab ala bilər? Baxın, artıq o vəziyyətə gəlib çıxmışıq ki, heç bir ehtiyac yoxdur evdən çıxmalarına vətəndaşlarımızın. Qoşulmaq istəyirəm, buyursun zəng vursun. Müqavilə evdə imzalanır o zaman. Bəli, bizim səyyar qruplar var. Adətən yəni kütləvilik olmadığı halda bəli, bizim səyyar qruplar da gedirlər. Məsələn, bir kəndin ərazisində qoşulma istəkləri daha çox olanda əlbəttə ki, mobil qrup gedir, yerində müqavilələr imzalanır, artıq vətəndaşların gəlməsinə ehtiyac yoxdur. Bizim yaxın müddətdə artıq görmək istədiyimiz, bayaq qeyd etdiyim kimi 2 il bundan qabaq olacaq, edəcəyik kimi danışırdıq, artıq reallaşıb. İndi də bunları da başlamışıq. Daha da genişləndirib, daha asanlaşdırmağa çalışırıq. Hətta bu dəqiqə gələcəkdə nəzərdə tutulan məsələlərdən biri də müqavilələrin də belə elektron imzalanmasına getmək ehtimalı daha çoxdur. Çünki artıq SIMA var, artıq digər imzalar var. Aydındır. Son olaraq dinləyicilərimizə çatdırmaq istədiyiniz hər hansı bir məqam varsa buyurun. Çünki biz artıq yavaş-yavaş verilişimizin sonuna yaxınlaşırıq. Əsas məqamlardan demək olar ki, danışdıq və ən çox əziyyət çəkdiyimiz məsələlər də məhz bu dalğaların tezliyidir, modemlərin evdə quraşdırılan modemlərin həyətdə tutmaması sualları da daha çox çıxır. Yəni bu hallarda mütləq olaraq evdə
gücləndirici cihazlar alıb quraşdırsınlar və onun şəbəkəsini genişləndirməklə çox xahiş edərdim ki, buna fikir versinlər. Əks təqdirdə yəni yenə həmin problemləri yaşamalı olacaqlar. Həmçinin ödəniş edən zaman tələsməsinlər, daha diqqətli seçsinlər, ödəniş təyinatını doğru seçsinlər. Bu yəni həm internet ödəyirlərsə interneti seçsinlər. Bəli, internet seçilməlidir. Çünki əks halda nə baş verir? İnternet açılmır, yenidən zəng gəlir, yenidən qeydiyyata alınır, 3 iş günü ərzində icra olunur. Bu 3 iş günü ərzində orada daha çox telefon və internet xidmətinin dəyişir, düzdür? İndi hər ikisi eyni olduğuna görə bir yerdə xidmət bir tarif paketinin içində olduğuna görə yəni birini ödəyim, birini ödəməyim kimi bir şey yoxdur. Yəni qiymətin içində artıq o da var. IPTV-də televiziya xidməti də bəli, üçü birində seçən müştərilərimizin hamısı üçün birində tarifi ilə ödənişini həyata keçirir. Aydındır Faiq müəllim, çox sağ olun. Təşəkkür edirəm ki, dəvətimizi qəbul edib gəldiniz və bu mega layihənin başa çatma münasibəti ilə sizi, Aztelekom ailəsini, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bütün komandasını təbrik edirik. Çox sağ olun. Siz də sağ olun, təşəkkür edirəm mən. Hörmətli dinləyicilər, bir daha xatırladım ki, Asan Radionun efirindən rəqəmsal dialoq verilişini dinlədiniz. Aparıcı mən idim Alidə Mustafayeva. Bugün Aztelekom Məhdud Məsuliyyətli Cəmiyyətinin Müştərilərlə Əlaqələr Departamentinin direktoru Faiq Dadaşovla onlayn Azərbaycan rəqəmsallaşmada yeni mərhələdir mövzusu ətrafında danışdıq. Növbəti həftədə eyni saatda eyni ünvanda eşidilmək ümidi ilə sağ olun, salamat qalın. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim etdi. Rəqəmsal Dialoq.